Birinci söz bir inci söz. Bismillah. Rəhman və Rəhim olan Allahın adıyla. Allahın salamı dünya müsəlmanlarının üzərinə olsun. Mən dünyanı belə gördüm. Birdən 200-ə qədər səsli kitablar. 48-ci kitab. Bir söhbət, bir xatirə, bir hekayə. Bir söhbət. Allahın nemətləri. Qar. İnsan gərək heç vaxt öz əli ilə düzəltmədiyi, pul verib almadığı, yaranmasında heç bir rolu, heç bir zəhməti olmayan bir şeyə qarşı nankorluq eləməsin. Halbuki bu dünyada bir biz varıq, bir də bizim bütün ehtiyaclarımızı ödəyən, saymaqla bitirə bilməyəcəyimiz bir sürü şeylər də var ki, biz onların yaranmasında, ərsəyə gəlib qarşımızda var olmasında heç bir rol oynamamışıq. Biz bu dünyaya gələndə onlar artıq var idilər. İnsanların hamısı bir nəfər kimi qəbul eləsələr ki, dünyanı və dünyadakı hər şeyi yaradan bir ilah var, o zaman mömin insanların Allah kimi tanıdıqları o ilahın qəzəbindən də qorxarlar. Onun yaratdığı bütün nemətlərə sayğı ilə yanaşarlar, tapdıqları, gördükləri, yedikləri, içdikləri hər şeyə də ancaq şükür edərlər. Nə edəsən ki, dünya yaranandan bəri bu heç vaxt belə olmadı. Dünya yaranandan bəri insanların çoxu bu dünyanı da, onların özlərini də var edən bu ilahı da tanımaq istəmədilər. Onun varlığını inkar etdilər. Nə var ki, dünya bugün də eyni yerdədir, insanların çoxu bugün də imansızdır. Bugün də Allahın varlığını rədd edir, qorxu, hürkü bilmir. Hər şeyə sayğısız münasibətləri ilə seçilən həmin o inkarçı insanlarda yaratılışında heç bir əməkləri olmayan çox şeyə ağız büzür, bəyənmir, üsyan da edirlər. Halbuki Allahın var oluşu dünyanı gah mərhəməti ilə, gah qəzəbi ilə idarə eləməyi artıq heç bir sübuta ehtiyacı olmayan danılmaz bir həqiqətdir. Allah da var, onun mərhəməti də var, qəzəbi də var. Və bəzən bu cür nankör insanların davranışları üzündən Allahın qəzəbi bizlərin arasında ayrı seçkilik etmədən işlərin gedişatını, bütün insanlığı cəzalandırmağa qədər gətirib çıxarda bilir. Sonsuz mərhəmət sahibi Allah bəzən elə qəzəblənir ki, insanlığa bir dərs vermək niyyəti ilə bizə müxtəlif cür məhrumiyyətlər də yaşadır. O məhrumiyyətlərin bir cəza olduğunu da hər zaman sadəcə mömin insanlar anlaya bilirlər. Onlar anlayırlar ki, əgər Allahın bizə qəzəbi tutubsa, bunun səbəbini özümüzdə axtarmalıyıq. Təkrar etiraf etməyin yeri var ki, insanlar bir qayda olaraq nankordurlar. Onların çoxu adətən heç nəyi bəyənmirlər. Bu münasibət bir əşyaya, bir ərzaq növünə qarşı olarsa, bunu necəsə izah etmək də olar. Bu yerdə zövqlər müxtəlif ola bilər deyib keçə də bilərik. Ancaq bir də var ki, cılız insanlardan kimsə Allahın bizə nemət kimi bəxş elədiyi günəşli gündüzlərə, ulduzlu gecələrə qarşı, hətta hava durumuna qarşı da nankorluq edə bilirlər. Aramızda belə insanlar az da deyil üstəlik. Heç vaxt təbiətin hava dəyişkənliyindən rahatsız olan, hava durumunun hər halına ağız büzən, bahara, yaya, payıza, qışa, eləcə də soyuğa, istiyə, qara yağışa qarşı üsyan edən adamları anlamamışam. O qədər olub ki, biri yağışa qarşı dözümsüzlük göstərir. Ardından quraqlıq düşəndə həmin insan indi də istidən şikayət edir. Həmin o leysanlı günləri arzulayır, o günləri geri istəyir. Deyəsən ki, eydili qafil. Yoxsa Allahın tərtib elədiyi hava durumunun Rəbbimizin hökmünə, onun tərtib elədiyi cədvələ deyil, sənin şıltaqlığına uymasını istəyirsən. Nədir sənin bu nankorluğun? Bir şey ki, yağışsa da, qarsa da, küləksə də, istisə də, müəyyən cədvəl üzrə insanlığın xeyrinə öz xidmət müddətində gəlib gedəcək, buna dözməyə niyə səbirsizlik edirsən? Bəs qorxmursan ki, sənin kimlərin nankorluğu üzündən Allahın insanlara qəzəbi tutar? Bəs qorxmursan ki, bir gün yağışların kökü kəsilər, dünyanı quraqlıq basar? Qorxmursan ki, günəşli günlər yoxa çıxar, insanlar əbədi qaranlığa qərq olarlar? Necə ki, səni kimlər qardan o qədər şikayət elədilər ki, artıq qar gördüyümüz, qarla oynayıb dünyamıza gətirdiyi
bərəkətə görə sevindiyimiz o günlər də tarixə döndü. Halbuki qar deyirəm, yer üzündə dağların başında il boyu qalması ilə insanlar üçün ucalıq, təmizlik rəmzi olar. Əsrlər boyu bolluq, bərəkət müjdəçisi kimi bol-bol yağan, su hövzələrini su ilə dolduran, torpağa güc-qüvvət verən, can verən, torpaqda özünə yer eləmiş hər toxuma həyat vəsiqəsi verməklə insanlara əvəzsiz xidmətlər göstərən qar. Son zamanlar artıq dünyanın çox yerində qar bizim xəyallarımızda rəssamların çəkdiyi rəsm əsərlərində yaşamağa məhkum oldu. Son 10 ildə biz qarı görməz olduq. Əgər son bir ilə kimi qar bizə 3 günlüyünə də olsa gəlirdisə, yerə un ələnmiş kimi də olsa bizə, övladlarımıza sonsuz sevinç bəxş edə bilirdisə, bu son qış nə Avropada, nə dünyanın bir çox başqa ölkələrində qarı görən olmadı. Kim buna necə yanaşır bilmirəm, ancaq mən elə bil öz həyatımdan, övladlarımın, nəvələrimin, əslində bütün insanlığın həyatından çox qiymətli bir şeyi salıb itirdim. O salıb itirdiyim çox qiymətli şey də qar idi. Son illərdə kürəsəl qızırmanın nəticəsi kimi, hətta Şimal Buzlu Okeanda da, buzlar ölkəsi Antarktidada da buzlaqların parçalanıb əridiyini, dünyaya qarın çox az yağdığını, yağan qarın da uzun ömürlü olmadığını gördükcə, beynimdə bir həyəcan təbili çalınır, diqqətimi də bir suala yönəldir. Görəsən biz bəmbəyaz rəngi ilə bəşər övladı üçün bir bakiralıq timsalı olan, qış boyu yağması ilə bolluğun, bərəkətin qarantisinə çevrilən, soyuq gözəlliyin ən incə nümunəsi olan qarlı qışları bir daha görə biləcəyikmi? Son. Bir xatirə, müəllim deyəndə. Hamımız məktəb oxumuşuq. Necə şeydirsə, hər kəsin bir ömür boyu yadında qalan bir müəllimi olur ki, o da onun ilk müəllimidir. Əgər ilk müəllim mehriban olubsa, bizi sevib, hər cür dəcəlliyimizə səbir göstəribsə, nəvazişi, qayğısı ilə ürəyimizə yol tapa bilibsə, biz o müəllimi ömrümüzün sonuna kimi unutmuruq. Baxmayaraq ki, özümüz o qədər kiçik olmuşuq ki, həyatımızın o yerindən çox şeylər heç yadımıza da gəlmir. Vay ondan ki, ilk müəllim zəhimli bir insan ola, uşaqlara işgəncə verə, dili zəhər, rəftarı kobud, gözü də ac ola, belə bir müəllimin qarşısında oturmaq zorunda qalan kiçik insan o ilk məktəb illərindən dünyaya sınıq qab kimi, mənən şikəst bir varlıq kimi çıxacaq. Bu bənzətmələr nə qədər ağır da olsa, nə qədər qulağa xoş da gəlməsə, bu sözlər mənim anlatmağa çalışdığım sadə olmayan bir problemdən bəhs edərkən çox işə yarayır. Çünki kiçik uşaqda qorxu, iradə zəifliyi, heç kimə güvənməmək kimi ilk komplekslər həyatlarının lap başlanğıcında belə bir müəllimə rast gəldikləri gündən yaranmağa başlayır. Müəllim, əgər belə demək olarsa, insan zərgəridir. Onun ixtiyarına verilən xam maldan insan adlanan bir məmulat düzəldib dünyaya buraxan bacarıqlı bir ustadır, yaxud bir dəzgahdır. Şərti olaraq bu bənzətmədən istifadə edərkən niyyətim məsələnin məğzini diqqətlərə çatdırmaqdır. Yaxşı müəllim, yaxud yaxşı dəzgah qarşısındakı insana təkcə əlifbanı, riyaziyyatı öyrətmir. Həm də o kiçik insanın daxili dünyasını da zənginləşdirir, onu ləyaqətli bir insan kimi yetişdirməyi özünə borc bilir. Odur ki, belə müəllimlər eyni materialdan yüksək keyfiyyətli, heç bir defekti olmayan, daxili dünyası zənginliklərlə dolu, sağlam əqidəli insan yetişdirir, dünyamızı bu cür yüksək intellektli insanlarla doldurmağa xidmət edirlər. Bir də əsla bu ada layiq olmayan müəllimlər var ki, o yerə təsadüfən gəlib çıxırlar. Onların niyyəti başqadır. Bu tip insanlar ancaq iş olsun, maaş olsun deyə nə yollasa məktəbə gəlib çıxa bilirlər. Kiçik yaşlı məktəblərin qənimi olurlar. Onlar insanlığın gələcəyi hesab elədiyimiz bu uşaqlarla heç cür dil tapmayan, heç tapmaq da istəməyən, nəticə etibarilə onların fitrətlərindəki zənginlikləri də məhv edən pis müəllimlər yaxud xarab dəzgahlardır. Belə müəllimlər dünyamızı sınıq qablarla, defektli, kompleksi insanlarla doldurmaqla məşğul olurlar və bundan da heç bir narahatçılıq hiss eləmirlər.
Çünki belələri maaşlarını da vaxtı-vaxtında alırlar, üstəlik valideynlərdən xərac da toplayırlar. Onların qiymət verdiyi əsas məsələ də budur. Həyatda belə şeylərə çox rast gəldiyim üçün mən həmişə hesab eləmişəm ki, hər adamdan müəllim olmaz. Müəllim elə bir incə sənətdir ki, o sənətin gerçək sahibi vaxt olur ki, bir şagirdə onun öz doğma anasından da, atasından da yaxın olur. O uşağı doğma valideynlərindən də yaxşı tanıyır, düzgün anlayır. Söz yox ki, bəşər dünyası ədalətsiz bir dünyadır. Üstəlik bu dünyanın geniş anlamındakı ədalətsizliyinin içində daha bir ədalətsizlik də var ki, bu da valideynlərin, xüsusən də anaların öz övladlarının ilk dəfə məktəbə ayaq açmaq məsələsinə ciddi yanaşmamalarıdır. Ya da ciddi yanaşırlarsa da bu yanaşma ancaq uşaqların məktəb formasına, çantasına, əlində tutacağı gül dəstəsinə, video çəkilişi kimi ikinci, hələ bəlkə üçüncü dərəcəli məsələlərə aid olur. Halbuki o günün ən vacib məsələsi, bir nömrəli məsələsi ilk müəllimin necə bir insan olması, bir ananın öz körpəsini kimə əmanət edəcəyi məsələsidir. İlk müəllimin məsələsində ən ciddi şəkildə araşdırılacaq, diqqət ediləcək şey də budur: müəllimin şəxsiyyəti. Ancaq baxırsan ki, analar öz uşaqlarını ilk dəfə məktəbə göndərəndə çox zaman ondan bundan eşitdikləri məlumatlarla kifayətlənirlər. Onlar bir qayda olaraq birilərinin filankəs çox tələbkar müəllimdir kimi qələmə verdiyi səthi təriflərə aldanaraq övladlarını heç tanımadıkları, bələd olmadıkları bir müəllimə etibar edirlər. Halbuki onlar çox zaman tələbkar ifadəsinin altında gizlənən başqa cəhətləri görmürlər. Həmin o tərifli müəllimin əslində səbirsiz, gözü dünya malından doymayan acgöz biri olduğunu, hər cür şəxsi problemlərin acığını bu körpə uşaqların üstünə tökməyə adət eləmiş, daş qəlbli bir insan olduğunu görmürlər. Bir insanın kimliyində daha necə ciddi nöqsanlar ola bilir ki, o nöqsanlar bir zamana qədər həmin o saxta təriflərin arxa planında gizli qalır. Belə çıxır ki, analar öz övladlarını tanımadıkları insana əmanət edirlər. Bəlkə də Allahın özəl bir həssaslıq bəxş elədiyi həmin o analar ilk müəllimlə şəxsən görüşməli, o qadında analığa yaxın bir qılıq axtarmalı idilər. Bəlkə analar bundan sonra günün yardan çoxunu onların uşaqları ilə keçirdəcək o şəxsdə mülayim, mehriban, səmimi bir kimliyə şahid olmalı. Bu insanda bundan sonra uşaqlara ikinci ana rolunu oynayan bir şəxsiyyət görməli idilər. Belə vacib məqamlarda başqasının sözü ilə seçim edən valideynlər sonradan necə bir səhv elədiklərini anlayır, ancaq bir qayda olaraq özləri də müəllimin zəhminə təslim olur, artıq geri dura bilmirlər. Nəticədə doğmaca analar bu duruma qarşı qorumasız qalan, ana himayəsindən kənarda hər şeydən qorxan məsum körpələrini bəlkə də bir ömür sürəcək əzablara düçar etmiş olurlar. Çünki zalım müəllim öz ölçüsüz hərəkətlərinə başlayarkən hər ehtimala qarşı kiçik yaşlı uşaqları hədələyib qorxutmaqla, evdə heç nəyi danışmamağı tapşırmaqla başlayır. Belə bir başlanğıc bir körpə uşağının yaşadığı ən qorxunc şeydir. Çünki o uşaq içində həmişə bir qorxu daşıyacaq, ancaq o qorxunu heç kimlə paylaşmağa ürək eləməyəcək. Məktəbdə nə yaşanır, nə şansın, bundan nə evdə, nə də həyətdə heç kimin xəbəri olmayacaq. Əslində bu məqamda valideynin sərraf gözü, həssas qəlbi onu duyğu salmalıdır. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, çox vaxt valideyn özü məsələni araşdırmaqdan qaçır, məktəb məsələlərində bütünlüklə müəllimə tabe olmağı seçir. O zaman da həmin o tələbkar müəllimin uşağın özündən çox ata-anasının harda çalışdığı ilə maraqlanması da gözdən qaça bilir. Halbuki müəllim-şagird münasibəti bir kiçik insanın həyatını ciddi şəkildə zədələyə biləcək qədər əhəmiyyətli bir məsələdir. Vaxt olur ki, valideyn uşağın ilk günlərdən dəyişdiyini hiss edir. Ancaq bunu keçici bir şey hesab edir, bu durumu övladının məktəbə alışa bilməməsi kimi qəbul edərək hər şeyə səthi yanaşır. Belə bir mövqe tutan çox analar da məsələnin əsl mahiyyətini nə biləcək, nə də araşdıracaq. Çünki ana artıq hər şeydə ancaq müəllimin sözünə inanır. Özü də bilmədən öz körpə övladını onun əsla gücü yetmədiyi, tək başına öhdəsindən gələ bilmədiyi böyük bir problemlə üz-üzə qoyur. İçində qorxu gəzdirən uşaq özü də qorxaq olacaq. O qorxunun təsiri ilə yalançılığa da,
yaşıdları arasında satqınlığa da aparan yollara da düşə biləcək bir gün. 30 illik təcrübəmə əsaslanaraq valideynlərə, əsasən də analara demək istərdim ki, həyatda övladınızla bağlı nələr yaşanırsa yaşansın, kimlər nə deyirsə desin, həqiqətlər kimdən yana olursa olsun, siz hər zaman öz övladınıza inanmağı seçin. Öz övladınızın yanında durun. Onu ortada tək buraxmayın. İnanın ki, sizin övladınızla bağlı bütün qazanclarınız yalnız və yalnız sizin bu hərəkətinizin arxasındadır. İstər ata olsun, istər ana, valideyn öz fədakar duruşu ilə övladının həyatının qəhrəmanı olmağa çalışmalı, qəhrəmanı olmağı bacarmalıdır. Mən çox şanslı oldum ki, ilk müəllimim evdə 7 dəcəl uşaq böyütdüyü üçün artıq səbri də tükənmək üzrə olan, rəhmətlik doğma anamdan da səbirli, qəlbimizi ələ almağı bacaran gözəl bir insan oldu. Halbuki anam da çox mehriban, hər birimizə yetərincə zaman ayıran, hər birimizin nazı ilə oynamağa səbri çatan müdrik bir qadın idi. İlk müəllimim bizə evdə gördüyümüz, alışdığımız o mehriban nəvazişin davamı kimi görünən bir münasibət bəsləyirdi deyə biz məktəbə sevə-sevə gedirdik. Mən onun adından başqa heç bir şeyi xatırlamıram. Əgər əlimdə onunla birlikdə qrup halında çəkilmiş ağ-qara şəklimiz olmasaydı, mən onun heç üzünü də xatırlamazdım. Buna da xatırlamaq demək doğru olmaz. O şəklə baxanda mən ancaq bu gənc qadının mənim ilk müəllimim, Məsmə müəllimi olduğunu bilirəm. Buna baxmayaraq, mən onun özünü xatırlaya bilməsəm də, ondan çox şey öyrəndiyimi yaxşı xatırlayıram. O bizim heç birimizə fərq qoymadan hamımızı sevirdi. Belə görünürdü ki, bu qadının kiçik yaşlı uşaqlara qarşı Allahdan bir zəifliyi var idi. Bunu başqa cür heç bir sözlə ifadə edə bilmirəm. Bir onu deyə bilərəm ki, o fərqli idi. Müəllim var ki, uşaqlar arasında yaxşı oxuyanla pis oxuyana fərq qoyur. Müəllim var ki, şagirddən hansının valideynin harda çalışmasına görə o şagirdlə münasibət qurur. Əgər o valideyndən bir umacağı varsa, həmin şagirdi başqalarından ayırır, ona bəzən layiq olmadığı diqqəti göstərir. Müəllim var ki, öz şagirdi ilə düşünüşür, o uşağın həyatını cəhənnəmə döndərir. Nə yalan deyim, hər cür müəllim var bu dünyada. Mən də çox fərqli müəllimləri gördüm bu yaşıma gələnə qədər. Mən özüm də bir zamanlar oxuyub müəllim oldum. 30 ildən artıq da çalışdım bu sənətdə. Mən deməyəcəyim ki, yaxşı müəllim olmuşam. Mənim necə bir müəllim olduğumu ancaq mənim şagirdlərim deyə bilərdi ki, bugün onlar harda, mən hardayam. Yəqin ki, məni də hardasa bir xatırlayan var, ancaq o şagird məni necə xatırlayır, haqqımda nələr danışır, bunu artıq biz bilməyəcəyik. Bunu artıq bir Allah bilir. Mən ancaq bir şey deyərək, bəlkə də çoxlarını şoka salacağam. Deyirlər, əgər dünyaya bir də gəlmiş olsaydım, yenə də filan sənəti seçərdim. Biz bu cümləni fərqli insanların dilindən çox eşitmişik. Bu məqamda oxucularımın mənim də fikirlərimə diqqət kəsilməsini istərdim. Çünki mən bu fikrin üstünə ola bilsin ki, heç kimin gözləmədiyi bir yerdən fikir söyləyəcəyim. Həyatı görə-görə gəldikdən, çox şeyə şahid olduqdan sonra bugün mən bu ifadənin tam tərs versiyasını söyləyə bilərəm. Bugün mən əminliklə deyə bilərəm ki, əgər ikinci dəfə bu dünyaya gəlsəydim, əsla bu sənəti seçməzdim. Açığı mən bugün o fikirdəyəm ki, ana olmaq kimi bir səadətə qovuşmuş bir qadının artıq heç bir sənəti seçməyi doğru deyilmiş. Çünki Allah hər qadına ana olmaq şansını verərkən, üstündə ona ana olmaq sənətini də hədiyyə edir. Odur ki, hər ananın artıq Allahdan gəlmə müqəddəs bir sənəti vardır. O da ana olmaqdır. Mən də o vaxt heç bir ali məktəbi bitirmədən ana olmuşdum. Həm də bu səadət mənə 3 dəfə nəsib olmuşdu. Bu sənətin bir gözəlliyi ondadır ki, ana olmaq üçün orta yaxud ali təhsil almaq, bir diplom uğrunda aparılan mücadiləyə illərlə vaxt xərcləmək lazım deyildir. Necə ki, bir yeni cihaz alırsan, üstündə onu necə qorumaq, təmirini necə eləmək ya da sadəcə necə çalışdırmaq haqqında bir təlimat kitabçası da verilir. Bizə də övlad verilərkən, baxın ki, Yaradan tərəfindən bizim fitrətimizə də anaya məxsus həssasiyyətlər, hisslər və davranışlar qoyulur. Deyən gərək ki, artıq dağa daşa niyə düşürsən ey qadın? Evində oturub gül kimi balalarına baxsana, onların qüsursuz böyümələri sənin əlində, sənin analıq məharətindədir.
Sənsə bu böyüklükdə etimadı gözə almadan evindən kənarda özünə bir əyləncə axtarırsan. Daha demirsən ki, o uşaqların başlarına nə gələcəksə, cəzası sənə yazılacaq. Mən də bunu çox gec anladım. Bu baxımdan da gənc anaları duyuq salmaq, özümü buraxdığım səhvlərdən xəbərdar etmək istəyirəm. Etiraf edirəm ki, bu gün mən müəllimlik sənətinə həsr etdiyim o illərimə görə çox heyfsilənirəm. Onu da deyim ki, bu an mən ancaq öz ürəyimdən keçənləri deyirəm. Mən heç kimi mənim bu fikrimi dəstəkləməyə zorlamaq niyyətində deyiləm. Kimsə bu fikri bəyənməz, onu qəbul etməzsə, bu da onun öz işidir. Mən bu fikrimdə ancaq özümü nəzərdə tutaraq, bununla da bir ana olmağı özü üçün şərəf hesab edən hər qadını bu məsələdən agah etmək istəyirəm. Çünki mən əminəm ki, Allahu Teala bizi yaradarkən yaratılışımızın başlıca səbəbi kimi ana olmağı, insan nəslinin davamçılarını bu dünyaya gətirmək kimi şərəfli bir vəzifəni məhz biz qadınların boynuna qoymaqla bizə ən yüksək məqamı bəxş etmişdir. Təbii ki, bu fikri dəstəkləyə bilmək üçün insan öncə Allahın varlığını, bizi yaratmış olmasını qəbul etməlidir. Mən də inanclı bir insan olduğum üçün bu yerdə sadəcə bütün qadınların diqqətini bu fikrə cəlb etmək istəyirəm. Mən deyirəm ki, indiki ağlım olsaydı, əslində mən heç bir sənəti seçməzdim. Mən ancaq övladlarıma ana olmaqla kifayətlənərdim. Bu fikrimdə mən özümü haqlı sayıram. Çünki kim deyə bilər ki, anaların işi o qədər azdır ki, daha bir işin dalınca getməkdə bir problem yoxdur. Təbii ki, problem var. Həm də o problem məhz bu nöqtədə yaranmağa başlayır. Ana evdə oturmaq, evinin uşaqlarının qorucu mələyi olmaq yerinə özünə bir iş tapır və evdən çıxır. O gündən bu ailənin həyatında hər şey 360 dərəcə dəyişir. Eyni ev, sevimli ev olmaqdan, hər kəsin bütün problemlərini çöldə buraxıb qapısından girdiyi andan divarlarının da insana adətən bir güvənlik hissi verdiyi, hər şeyi unudaraq sakitləşdiyi bir ev olmaqdan çıxır. O evdə yaşayan hər kəsin həyatı kökündən dəyişir. Ana mehriban bir qadın olmaqdan, ata səbirli bir insan olmaqdan, uşaq da xoşbəxt bir uşaq olmaqdan çıxır. Və siz nə qədər etiraz eləməyə çalışsanız da, mən israr edərək deyirəm ki, ananın evdən çıxıb işə getdiyi gündən, ananın çox əsəbi bir qadına, atanın çox hövsələsiz, qısqanc bir insana, o evdə yaşayan uşağın isə çox bədbəxt bir uşağa çevrildiyi heç bir şərtlə dəyişməyəcək bir gerçəklikdir. Və inanın ki, bir ananın mən də işə gedirəm deyərək evdən çıxdığı o gündən başlayaraq hər şey eynən belə də olacaq. Çünki bugün yaşadığımız həyat bu mövzuda saya hesaba gəlməyən sübutlarla sabitdir. Biz bu zərərli təbliğata uyanda hələ avam idik, çox şeyi bilmirdik. Ancaq bugün biz artıq bilirik ki, bu yaşam tərzi kapitalizmin bütün dünyanı da yoluxturduğu qorxunc bir virusdur ki, bugün dünya bu virusun əlində aciz qalıb. Halbuki feminizm şüarı altında qadını evdən çıxartmaqdan başlıca məqsəd təkcə atanı ömür boyu qul kimi çalışdırmaq deyil, anadan da eyni məqsədlə istifadə eləmək, Allahın bəxş elədiyi bu özəlliklə ailəni daima bir arada tuta bilən o güclü iradə sahibi qadını öz evindən çıxartmaqla ailə bağlarını zəiflətmək, sonunda da tamamilə yox etmək imiş. İnsanlığın qənimi olan bu sistemin məqsədi ailələrə soxulmaq, onların uşaqlarının da ehtiyat işçi qüvvəsi qismində yetişdirilməsinə nail olmaq, irəlidə onlardan istədikləri kimi istifadə eləmək imiş. Bunun üçün o evlərdə yetişən uşaqlarda ailə bağını get-gedə zəiflətmək, onlardan hər yerdə yaşaya bilən, hər şəraitə tez alışa bilən, əsas niyyəti də tez böyümək, əmək meydanında onun üçün hazırlanmış o boş iş yerini tutmaq, həyatının qayəsi də bəlkə bildiyi, bəlkə də heç bilmədiyi halda kimisə milyonçu eləmək imiş. Bunu ürəyim ağrıya-ağrıya etiraf edirəm ki, bugün bütün dünya eynən bu sistem üzrə yaşamaqdadır. Bugün dünyanın bütün anaları ana olduqdan 3 ay sonra öz körpələrini başqa birilərinə buraxaraq, sinələrini gərə-gərə işə getməkləri ilə öyünürlər. Halbuki ananın bir kaprizi yerinə yetsin deyə,
başqasına buraxmış o dilsiz ağızsız körpələr, o yad insanların yanında nələrə məruz qalırlar, onlardan nə görürlər, nə çəkirlər. Bunların hamısı bir ana etinasılığının qalın divarları arxasında sızlaya-sızlaya qalan tükürpədici olaylar, qorxunc sirlərdir. Bu mövzuda iş artıq o yerə gəlib çatıb ki, biz artıq valideyn övlad məsələsində deyəsən heyvanlardan dərs almalı olacaq. Belə görünür ki, almalıyıq da. Bugün çoxumuzun vaxtı bəlgəsəl izləməklə keçir. Heyvanlar aləmindən bəhs edən o bəlgəsəllər yeri gələndə gənc analara əyani dərs vəsaiti kimi fayda verə bilər. Bəlkə analıq məsuliyyətini artırmağın vacibliyini xatırladar onlara. Bəlkə bu çox ağır olar, ancaq bəlkə məhz bu analara yaxşı bir dərs olar. Bəlkə görərlər ki, heç bir heyvan da balasını başqa birinə etibar eləmir. Ey yox yerdən özünə iş axtaran, körpə balasını onun tanımadığı, ona yad, yabancı olan birinin üstünə atıb işə gedən ana, məyər dünyada çömçəsi əlində evində oturan, məktəbdən yorğun, arğın, ac susuz evə dönəcək övladlarını hazır süfrə başında gözləyən mehriban bir ana qədər gözəl ikinci bir sənət varmı? Hansı birimiz anamızın məhz bu ampulada qarşımıza çıxmasını istəmədik? Onu evimizdəki ocağın başında, evimizin qapısını üzümüzə açarkən də bizi mehribanlıqla qucaqlayan, bağrına basan bir ana kimi görməyi arzulamadıq. Gec də olsa mən anlamışam ki, bir qadının nail ola biləcəyi ən gözəl nailiyyət məhz belə bir ana olmaq, həyatını yalnız öz övladlarına, öz ailəsinə həsr edən bir müslüman qadın ola bilməkdir. Bugünkü ağlım, bugünkü düşüncəm o vaxt olsaydı, mən ancaq bu yolu tutardım. Mən uzun illər öncəsi bu səhvi elədim. Siz etməyin, ey gənc xanımlar. Öz doğma övladlarınıza bunu yaşatmayın. İnan ki, sonunda siz də mənim kimi bu əməllərinizdən çox peşman olacaqsınız. Hər yadıma salanda bugün də ürəyim ağrıyır ki, o vaxt kiçik oğlumun üsyan edərək dediyi, bugün də zarafatla üzümə vurduğu o sözlər hələ də qulağımdan getmir. O vaxt onun 8 yaşı var idi. Ancaq o eyni sözü mənə 11-ci sinifi bitirənə kimi də dedi, ali məktəbdə təhsil aldığı illərdə də dedi. Ana, mən istəyirəm ki, sən həmişə evdə olasan. Mən dərsdən gələndə qapını üzümə sən açasan. Nə gizlədim, əgər o illəri geri dönə bilsəydim, mən körpə balamın istədiyi kimi bir ana olardım. Evdə oturar, məktəbdən gələn övladlarımın üzünə qapını özüm açardım. Anlayardım ki, övladlarımın məhz belə bir anaya ehtiyacı var. Onların ən böyük arzusu axşam hər kəsin dönəcəyi yuvamızda analarının o yuvanın nəfəsi ilə istiməsi, onların yolunu gözləməsi idisə, onların hər yerdə məni axtaran, məni görmək istəyən sevgisinə mən də məhz bu cür bir ana olmaqla cavab verərdim. Əslində belə bir ana olmaq hər müsəlman toplumunda bir qadının tuta biləcəyi ən gözəl mövqe, seçəcəyi ən doğru sənətdir. Mən isə o zamanın dəbinə uydum, oxuyub müəllim oldum, öz övladlarımı, arzu elədikləri belə bir anadan məhrum buraxdım. Həyatımı daha çox başqalarının övladlarına həsr elədim. Əlbəttə ki, bu heç də o demək deyil ki, hər yerindən duran məni analığıma görə qınaya bilər. Bu heç də o demək deyil ki, zamanında mən öz övladlarımı başına buraxdım, onların həyatını nəzarət eləmədim. Allahdan məni tanıyanlar bilirlər ki, əksinə mən çox aktiv bir valideyn oldum. Onların həyatlarında elə bir işləri olmadı ki, mən yanlarında olmayım. Ataları ilə bərabər mən də onların hər işlərinin dalınca getdim, onların qayğısını çəkdim, hər işlərində yardım elədim, yanlarında oldum. Həm də mən bu dəstəyi onlara bir ana kimi deyil, bir etibarlı dost kimi, vəfalı yoldaş kimi verirdim. Onlar da mənim yardımlarımı məhz belə də qəbul edirdilər. Buna rəğmən mən yenə də bugün belə hesab edirəm ki, başqalarının uşaqlarına dərs dediyim, məktəbdə keçirdiyim o illərin hər saatını mən öz övladlarımdan çalmış oldum. Bu mənim öz ürəyimin, öz vicdanımın qarşısında elədiyim ən səmimi etirafımdır. Mən ancaq özümü qınamaq haqqı verirəm. Çünki bilənlər bilir, mən ilk öncə özümə qarşı çox tələbkar olan bir insanam. Odur ki, mən həm əməlimə görə ən yüksək qiyməti də, ən aşağı balı da özüm verə bilirəm. Məni yaxından tanıyanlar da təsdiq edə bilərlər ki, bu mənada məndə ədalət duyğusu çox yüksəkdir.
Hər necəsə, ömrümün 30 ilindən çoxunu mən bu sənətə verdim. Mənim bugünkü peşmançılığım mənə bir fayda verməsə də, başda mənim 3 gəlinim olmaq şərti ilə millətimin bütün gənc xanımlarına, gənc qızlarına bir ibrət olar deyə ümid edərək ancaq bu niyyətlə bu sözləri burada dilə gətirirəm. Ey gözəl Allahım, sən bütün oğul balalarımıza sağlıqlı uzun ömür ver. Halal ruzu bərəkət nəsib elə ki, gəlin qızlarımız da evləri üçün həlim bir xanım, ocaqları üçün əli bərəkətli usta bir aşbaz, övladları üçün də isti bir qucaq ola bilsinlər. Əgər siz də bir müsəlmansınızsa, biləsiniz ki, müsəlman dünyasında ən gözəl ana obrazı da budur. İlk dönəmlərdə mən də belə bir ana olmağa çalışdımsa da, deyəsən tam da belə olmadı. Çünki mən bir müəllim kimi işə başladım və öz övladlarından kəsdiyim hər şeyi başqalarının övladlarına payladım. Mən məktəbdə çalışdımsa da, bir onu bilirəm ki, vicdanla çalışdım. Elə bilirəm ki, o illərdə gününün yarısı üçün də olsa, talehi mənə etibar edilmiş başqalarının uşaqlarına qarşı mərhəmətli, diqqətli, şəfqətli ola bildim. Əsasən ibtidai siniflərdə dərs dediyim illərdə olurdu ki, direktoriyanın müşavirədə hansısa azyaşlı şagirddən müəllimlər dad edirdilər. Belə şagirdi hətta məktəbdən çıxartmağı da təklif edənlər olurdu. Ancaq mən hər zaman buna bənzər qərarların əleyhinə çıxış edər, ən sonda həmin o adı yaramaza çıxan şagirdi öz sinifimə alardım. Çünki ana qəlbimlə anlayırdım ki, bu kiçik insanı ömrünün başında belə bir dərin, mənəvi yara almaqdan, şikəst olmaqdan xilas eləmək lazımdır. Elə olmuşdu ki, bəzən direktor özü mənə demədən hansısa bir şagirdi mənim sinifimə keçirdir. Bunun dilini ancaq siz tapa bilərsiniz, deyirdi. Hamının dad elədiyi, üz çevirdiyi o yaramaz şagirdə sahib çıxdığım gün, o uşağın gözlərində elə bir güvən, elə bir məhəbbət görərdim ki, özüm də kövrələrdim. Aradan biraz vaxt keçərdi. O uşaq sinifin ən yaxşı şagirdlərindən biri olardı. O zaman da məlum olurdu ki, onun yaşına görə törətdiyi yaramazlıqlar da sağlam bir oğlan uşağının eləməli olduğu, hər kəsin də eləyə biləcəyi normal hərəkətlərdən başqa bir şey deyilmiş əslində. İnşallah yalan olmaz deyəndə ki, mənim o köşək gözlü şagirdlərimlə aramdakı münasibət əsasən sevgi, etibar, güvən üzərində qurulurdu hər zaman. Belə olmuşdu ki, yaramaz oğlanların sayca daha çox olduğu, üstəlik ümumi şagird sayının da 40-45 olduğu bir sinifdə çalışmaqdan yorulsam da, hər zaman xüsusi bir zövq almağım da var idi. Çünki bu çalışma qarşılıqlı idi. Mən onlara dünyanı tanımağı, onlar da mənə insanlığa tanımağı öyrədirdilər. İlk müəllim. Yəqin ki, bir qız övladı kimi mən hər xasiyyətimi, hər qabiliyyətimi biraz anamdan, biraz da atamdan almışam. Ancaq mən artıq yəqin bilirəm ki, mən Məsmə müəllimədən də çox şeylər almışam. Mən onun insanlığından insanlıq, dürüstlüyündən dürüstlük, səliqə-səhman sevgisindən də az da olsa bir şeylər almışam. İlk müəllim şəkli ilə yadımızda qalmasa da, bizdə özündən geriyə onu daima yadımıza salacaq önəmli izlər buraxıb gedir. İlk məktəb illərimizdən çox az şey, ancaq qırıq-qırıq xatirələr kimi yadıma gəlir. Bizim çox kiçik olduğumuz o illərdə hər şey bizə qiymətli gəlirdi. Məktəbə apardığımız rəngli qələmlərimiz bizə dünyanın ən möcüzəsi bir əşyası, az qala sehirli çubuğu kimi görünürdü. Çünki o qələmi ağ kağızın üzərində hərəkət elətdirdikcə orada əcaib cizgilər əmələ gəlirdi ki, biz öz uşaq fantaziyamızla o çizgilərin hərəsini bir şeyə bənzədirdik. O çizgilər sayəsində maraqlı nağıllar uydururduq. Bəzən eyni olub, eyni rəngə aid qələmlərimiz bir-birinə qarışır, səhv düşürdü. Bu qələmlərdən hətta birinin az işləndiyi üçün biraz uzun olması, digərinin çox istifadə edildiyi üçün biraz qısa olması da bəzən mübahisə səbəbi ola bilirdi aramızda. Birimiz qələmi o yana, birimiz bu yana dartışdıranda Məsmə müəllimə işə qarışar, bizi yanına çağırıb deyərdi. Qızlar, görürsünüz ki, qələmlər eynidir. Sadəcə biri biraz uzun, biri biraz qısadır. İkiniz də mənimdir deyirsiniz. Bəs bu qələmlərin hansının kimə aid olduğu necə sübut edək? Bunun ancaq sizin ikiniz bilə bilərsiniz. Çünki hər biriniz də bu qələmin kimə aid olduğunu yaxşı bilirsiniz. Gedin oturun yerinizdə, fikirləşin. Yalnız sözün düzünü demək istəyən birazdan qalxıb mənim yanıma gəlsin. Sözün düzünü demək istəməyən yerində qalsın. Belə bir müdrik qərarın qarşısında kim, hansı uşaq duruş gətirə bilərdi? Biz ikimiz də qaçaraq onun yanına gəldik.
Hər kəs öz qələmini göstərib məsələni həll elədi. Çünki ikimizdən birimiz o an şeytana uymuşduqsa da, heç birimiz bir qələm üzündən yalan danışaraq Məsmə müəllimənin gözündən düşmək istəmədik. Başqa bir hadisə yadıma gəlir. Bir gün iki oğlan yeni çıxmış dircəkli bir qələmin üstündə höcətləşdi. Yenə də ikisi də iddia edirdi ki, bu qələm ona məxsusdur. Məsmə müəllimə əvvəlcə çox uğraşdı ki, oğlanlar düzünü etsinlər, ancaq olmadı. Oğlanlar bir qələmin iki ucundan tutaraq hərə özünə tərəf çəkirdi. Məsmə müəllimə bu mənzərəyə biraz da tamaşa elədi, sonra o vaxtlar hər kəsin arzusuna çevrilmiş o yeni dəbli dircəkli qələmi alıb ortadan ikiyə böldü. Yarısını oğlanlardan birinə, digər yarısını da o birinə verdi. Uşaqlar bu gözlənilməz hərəkətdən sanki şok yaşadılar. Müəllimə, siz neynədiniz? Qələmi niyə sındırdınız? Bu yarımlar daha heç bir işə yaramaz ki, deyə ikisi də ağlamağa başladılar. Məsmə müəllimə onları sakitləşdirib dedi. Sakit olun və məni diqqətlə dinləyin. Baxın, bugün sizlərdən birinə məxsus olan bu gözəl qələm ikinizdən birinin söylədiyi yalana qurban getdi. Bundan sonra yadınızdan çıxmasın ki, hər yalanın bir qurbanı var. Sizdən kim bugün yalan dedisə, tezlikcə səhvini düzəltsin. Yoxsa onun da başına buna bənzər bir iş gələcək. Ertəsi gün oğlanlar sinifə xoş əhval-ruhiyyədə gəldilər. Onlar məsələni öz aralarında çözmüş, həqiqəti üzə çıxartmışlar. Sən demə, eyni qələmin bir tayı partanın altına düşmüş, görünməz bir yerdə qalıbmış. Qələmlər o qədər bir-birinin eyni idilər ki, oğlanların ikisi də haqlı kimi görünürdü. Məsmə müəllimənin məsələni o şəkildə həll eləməsi oğlanlara yaxşı dərs olmuşdu. Onların ikisi də özlərinə fərqli rənglərdə yeni qələmlər alaraq barışmışdılar. Buna bənzər misallar çox idi. Mən də sonradan İbtidai siniflərdə dərs deyərkən Məsmə müəllimənin o qəribə, ancaq məntiq baxımından düzgün metodlarından yeri gəldikcə istifadə edirdim. Nə başınızı ağrıdın? Uzun sözün qısası deyərək qəbul eləməliyəm ki, ömrümün başlanğıcında Məsmə müəllimə kimi gözəl bir insana rast gəlməyimiz, sən demə, bizim şansımız imiş. O, biz şagirdlərin ürəyini gözəl duyğularla doldurmuş, bizi bir ləyaqətli insan kimi yetişdirmiş, elə yola salmışdı. Halbuki Məsmə müəllimədən sonraki dönəmdə bizim məktəbli həyatımıza onunla müqayisədə əsla müəllim adına layiq olmayan o qədər insan girdi ki, biz bütün müəllimləri ilk müəllimimiz kimi təsəvvür edirdik. Onlarda ancaq ədəb-ərkan, yüksək elmi dərəcə, mədəni davranış görəcəyimizi düşünmüşdük. Halbuki həyatımızın davamında bu heç də hər zaman belə olmadı. Bizim 10 il sürən məktəbli həyatımıza bir-birindən çox fərqlənən çox müəllimlər gəldi getdi. Qəribədir ki, onların çoxu zalım, özündən razı, bizi yuxarıdan aşağı baxan, bizi alçaltmaqdan zövq alan xəstə təfəkkürlü insanlar oldu. Nə edəsən ki, dünyamızda belə müəllimlər də hər zaman olub, üstəlik çox olub, hələ bugün də var. Ancaq bizim də bir təskinliyimiz var. Bugün bizim yeganə təskinliyimiz odur ki, yaxşı ki həyatımızda Məsmə müəllimə kimi bizə analarımızdan da yaxın olan anlayışlı, diqqətli, mehriban neçə-neçə müəllimlərimiz də oldu. Mən inanıram ki, belə yaxşı insanların sayı nə qədər az olsa da, onların qədir-qiymətini bilənlərin, onların davamçılarının sayı həmişə çox olacaq. Çünki bu dünyanın talehi yaxşı insanlara bağlıdır. Çünki dünya hər zaman yaxşıların çiynində qərar tutur. Deyirlər ki, pislər olmasa yaxşıların qədrini bilmərik. Bu mənada mənim heç dilimdən düşməyən dualarımda var ki, İnşallah mərhəməti geniş olan Rəbbimiz təvəqqə elədiyim bu dualarımı qəbul edər, dünyası dəyişən əzizlərimizə də mərhəmətindən, məğfirətindən, sevgisindən bir pay ayırır. Mən övlad yolunda hər zəhmətə qatlaşan mehriban anama da, atama da, insani dəyərlər baxımından onlardan geri qalmayan müəllimlərimə də Allahdan rəhmət diləyir, onların günahlarının bağışlanmasını, nəhayət bir gün onların da Allahın geniş cənnətində özlərinə yurt yeri eləməsini arzu edirəm. Allah bütün yolunu azmış insanları islah eləsin. Allah cümlə ölənlərimizə rəhmət eləsin. Amin. Son. Bir hekayə, təsadüfi tanışlıq.
Güclü yağış ara vermədən elə yağırdı ki, belə yağışın altında duran insanın 5 dəqiqə sonra əynində quru paltar altında bir şey qalması mümkün değildi. Yol kənarında dayanıb maşınlara əl edən qızın əynindəki paltar da artıq büsbütün islanmışdı. Bəlkə də bu qız bu licimdə dənizə baş vurub çıxsaydı, əynindəki yüngül paltarla üzərində daha az su qalardı. Nə var ki, göydən ara vermədən yağan yağış suyunun ardı gəlirdi, qızın da indiki halı su ilə dolu bir hovuzun içində durmaqla eyni idi. Üstəlik bu yerdə çöllü biyabanın tən ortasında bu yağışdan gizlənəcək bir yer də yox idi. Və əgər bu keçən maşınlardan biri ona yardım eləmək üçün dayanmasaydı, belə görünürdü ki, bu qızın harasa bir yerə gizlənmək, bu yağışdan bir yerə sığınmaq kimi bir şansı da olmayacaqdı. Maşınlarsa bir-bir ötüb keçir, az qala qızla bir anlıq göz-gözə gələn sürücülər maşınlarının sürətini azaltmadan yollarına davam edirdilər. Qızın islaq paltarı bədəninə elə kip yapışmışdı ki, yaş paltar onun bütün vücudunun bütün əzalarını büruzə verirdi. Bu da tənha bir yerdə yol kənarında dayanıb maşın saxlamaq niyyəti ilə hər ötüb keçən maşına əl eləyən bir gənc qızı biraz da diqqət çəkici hala gətirmişdi. Qızın kənardan görünüşü nə qədər cəlbedici idisə də, keçib gedən maşınlardan heç biri dayanmırdı. Bütün sürücülər qızı əyri-əyri süzüb yollarına davam edirdilər. Sürücülərdən heç kim bu yağışda yol kənarında qalmış bu qıza acımırdı nədənsə. Qız isə gəh saçlarının suyunu sıxır, gəh paltarının ətəyini bir yerə yığıb suyunu sıxırdı. Bu hərəkəti ilə islaq paltarında ilişib qalan sudan bir növ qurtulmağa, heç olmasa üstündəki suyun miqdarını biraz azaltmağa çalışsa da, özü də bilirdi ki, bu hərəkətin heç bir xeyri yoxdur. Çünki bu yağış adi yağış deyildi, bu bir leysan yağış idi. Belə görünürdü ki, bu yağışın tezliklə kəsmək fikri də yox idi. Axşam düşürdü. Qız isə əl-ayaq yığışan bir vaxtda onsuz da çox az keçən maşınlara daha əl eləmir, bu halı ilə yavaş addımlarla üzü şəhərə doğru yeriyirdi. Yolun düzən yerlərindən keçib dağlara dirənən hissəsində qızın gözü biraz aralıda dağın ətəyindəki çoban yatağına sataşdı. İrəlidə hələ nə qədər yol getməli olduğunu gözünün qabağına gətirəndə anladı ki, bu an onun üçün bu çoban yatağına sığınmaqdan başqa bir yol yoxdur. Axşamın gətirdiyi zildir qaranlıqda qurda quşa yem olmaqdansa, bir çoban ailəsinə sığınmaq, onlardan yardım istəmək daha doğru olmalıdır. Bu fikirlə də qız yoldan çıxdı. Sportiv ayaqqabıları palçığa batsa da, ayaqqabının altına topa-topa palçıq yığılaraq yeriməyə əngəl yaratsa da, yavaş-yavaş yatağa doğru yeriməyə başladı. Artıq yatağın işıqları seçilməyə başlamışdı ki, itlər ağza-ağza verib hürüşməyə başladılar. Qız birdən anladı ki, bundan artıq yaxına getmək təhlükəli ola bilər. Çox güman ki, çobanlar axşam düşəndə itləri də açıb buraxırlar. İndi burada qurdan quşdan qorunaram deyə qoyun itlərinə yem olmaq da var idi. Bu çarəsiz duruma görə ürəyində özünü söyüb batıran qız, özü-özünü düşürdüyü bu duruma görə heç kimi də qınaya bilmirdi. Başına gələnlərin hamısında bir tək özü günahkar idi. Rayon mərkəzindən mindiyi, onu buraya qədər gətirən avtobusun sürücüsü ilə kirli oturacaqlar üzərindən mübahisə eləməsəydi, yolun bu yerində israrla avtobusu saxladırıb enməsəydi, indiyə şəhərə çatmış, isti ocaq başında oturmuş olacaqdı. Qızın bu yerlərə ilk gəlişi deyildi. Bundan 3 ay öncə rayonun ucqar kəndlərdən birinin insanları şikayət ərizələri ilə, sistem dolu məktubları ilə qızın işlədiyi qəzetin redaksiyasına müraciət etmiş, kənd həyatının dözülməz şəraitini qəzetdə işıqlandırmağı xahiş eləmiş, sosial və kommunal problemlərin həllində qəzetin rəhbərliyindən yardım istəmişdilər. Qəzetin redaktoru da gənc, enerji dolu bu qızı məsələnin yerində öyrənmək, problemləri araşdırmaq məqsədi ilə onu bu kəndə göndərmişdi. Halbuki ciddi bir qəzetin müxbiri olan bu gənc qız sadə insanların dərdindən, sərindən o qədər uzaq idi ki, ezamiyyətini də şəhərdə keçirdiyi qayğısız həyatın davamı ki, yola verməyə düşünərək elə ilk gündən həyatında ilk dəfə gördüyü bələdiyyə rəisinin oğluna qoşulmuş, bu cansızcı ezamiyyət dövrünü daha maraqlı keçirmək niyyəti ilə vaxtını daha çox bu harın, atasının pulu ilə kefinəqulu bir həyat sürən meşcan oğlanla keçirməyə qərar verərək, heç söhbəti gedən o kəndə ayaq da basmamışdı. Beləliklə də bu qız şikayətçilərdən heç kimlə görüşməmiş, heç nəyi araşdırmamışdı.
Beləcə, eşitdiklərindən başdan sovlu bir məqalə yazıb getmişdi. Bu hadisə 3 ay əvvəl olmuşdu. Jurnalist qız məqaləsini ağızlardan, əsasən də bələdiyyə rəisinin ağzından eşitdiyi cümlələrdən oluşturmuş, hər şeyi bələdiyyə rəisinin xeyrinə, onun dediyi kimi yazmış. O yazdıqlarında kimlərin həyatına qəsd edildiyini, kimlərə qolqanad açmağa fürsət verdiyini heç düşünməmişdi. Halbuki qız gedəndən sonra, məqalə də gün üzü görəndən sonra nəticələr bu kəndin cəmaatı üçün çox acınacaqlı olmuşdu. Sözün düzünü deyənlər yalançı, böhtançı yerinə qoyulmuş, o məktubu imzalamış adamların hər birinə aid uydurma cinayət işi açılmışdı. O vaxtdan kənd bir-birinə dəymiş, günahsız insanları çərləyib həbsə soxan bələdiyyə rəisinə qarşı, hər cür özbaşınalığa arxa duran rayon icra başçısına qarşı mübarizəyə qalxan sadə vətəndaşlar ədaləti Bakıda axtarmaq niyyəti ilə yollara düşmüş, o vaxtdan da dərdlərinə bir çarə axtarmaq niyyəti ilə elə yollarda da qalmışdılar. Çünki ümid bağladıqları Bakıda da onların sözünü eşidəcək, məsələni qərəzsiz araşdırmaq istəyəcək biri tapılmamışdı. Bütün bu baş verənlərə insanların yağışdan çıxıb yağmura düşmüş bu hallarına səbəb olanda bu qızın yazdığı o səthi cızmaqara olmuşdu. Halbuki məsuliyyətsiz qızın bütün bunlardan heç xəbəri də yox idi. O ilk gəlişində onu gülərüzlə qarşılayan, yolda gördüklərində maşınlarına mindirib pulsuz pənəsiz mənzil başına kimi aparan, evlərinə dəvət edən yerli xalqın üzünün niyə birdən-birə döndüyünü hələ də anlaya bilmirdi. İnsanların üzü dönmüşdü, ancaq niyə dönmüşdü? Bunun səbəbini qız bilmirdi. Qızın hələ də xəbəri yox idi ki, özünün əhəmiyyət vermədiyi, sadə bir şey hesab elədiyi o məqalə yerlərdə hökmranlıq edən rüşvətxor, zülmkar diktatorlara haqq verərək onları haqlı çıxartmış, bütün kəndi onların qarşısında diz çökməyə vadar eləmişdi. Məğrur kənd cəmaatını bu şərəfsizlərin önündə diz çöktürən isə kəndin ən savadlı, aktiv gənclərin həbs edilməsi faktı idi. Bu qız isə bir jurnalist olaraq yazdığı məqalənin əmələ gətirdiyi nəticələrlə heç maraqlanmamış, o kiçik məqalənin bu rayonda nələrə yol açdığından, nələrə səbəb olduğundan hələ də xəbərsiz qalmışdı. Onun bu dəfəki gəlişi işlə əlaqəli deyildi. Qız bu dəfə rayona bir qonaq kimi bələdiyyə rəisinin dəvəti ilə gəlmişdi. Halbuki bugün bu yolda ona maşın saxlamaq istəməyən insanların hamısı onu yaxşı tanıyır, törətdiyi əməli də unuda bilmirdilər. Qoyun itləri ağzı-ağza verərək aramsız sürməyə davam elətdiklərindən az sonra alçaq evin qapısı açıldı. Əvvəlcə həyətə bir işıq zolağı düşdü. Sonra o zolaqda bir insan silueti göründü. Çoban evə də yatağa da keşik çəkən itlərin nəyə hürdüyünü, bu həyəcana nəyin səbəb olduğunu öyrənmək üçün həyətə çıxdı. Əvvəlcə qaranlığa diqqətlə baxdı. Gözü qaranlığa alışandan sonra baxdığı yerdə bir sürü canavar əvəzinə bir qadın görüntüsünü seçə bildi. Əlində gətirdiyi yal dolu qazanı itlərin yem qabına boşaldaraq, bununla da onları sakitləşdirdi. Sonra da quru ağac kötüklərindən düzəldilmiş alçaq hasardan çölə çıxdı. Bir neçə addım atıb dayandı. Üzünü qaranlığa tutub səsləndi. Kimsən? Nəçisən? Qorxma, yaxın gəl. Bəs itlər? Onlar daha sənə dəyməzlər. Gəl. Qız hələ də çəkinə-çəkinə irəli gəldi. Çobana çatıb dayandı. Arxadan düşən işığın əmələ gətirdiyi qaranlıqda üzünü görmədiyi çobana vəziyyəti anlatmağa çalışdı. Mən Bakıdan gəlmişəm. Deyəsən yol azmışam. Həyətin işığı qızın üzünə düşdüyündən çoban onun üzünü görürdü. O qıza zənlə baxdı, sonra üzünü çevirib evə doğru gedə-gedə dedi. Bilirəm, yolunu da deyəsən öz xoşunla azmısan, yoxsa ki buralarda enməzdin. Qız dayanıb arxadan diqqətlə ona baxdı. Sən deyəsən həm də falçısan, hər şeyi uzaq məsafədən də görürsən, yoxsa bütün bunları hardan bilərdin? Boş-boş danışma, sənin kim olduğunu burada hamı bilir. Kimlərlə oturub durduğundan da xəbərimiz var. Bu dəfə nəyi bəyənmədin ki, burada çölün düzündə enməli oldun maşından? Maşından yox, avtobusdan. Neyləyim, it günündə idi. Bax, görürsən, özün də 2 gündə onlara bənzəməyə başlamısan. Avtobusu bəyənmirsən, ancaq o avtobus niyə o gündədir? Niyə yenisini alan ya da heç olmasa ona xərc çəkib normal hala salan yoxdur? Bununla heç zəhmət çəkib maraqlanmırsan da. Sənin də gücün ancaq elə zavallı xalqa çatır. Zavallı xalqa,
Zavallı mənəm, yolda yağışın altında qalmışam. Ancaq biri də maşını saxlayıb məni götürmədi. Necə bir insafsızlıq, nə böyük haqsızlıq. Çoban qıza əyri-əyri baxdısa da onun əynindəki yaş paltarı görüncə biraz yumşaldı. Qızı içəri dəvət elədi. İçəri gəl. Gecə uzundur. Bunların hamısını danışmağa vaxtımız olacaq. İndi tez bir zamanda sənin bu yaş paltarları dəyişməyin lazımdır. Yoxsa sətəlcəm olarsan. Qız içəri girdi. Üzünə vuran biraz qoyun quzu, biraz da ocaq iyi verən bu darısqal kömadan deyəsən məmnun qalmadı. Elə dönüb çobana fikrində deyəcəkdi ki, qarşısında çox gənc, yaraşıqlı, gözlərindən alov saçan bir adam gördü. Əynindəki son dəvdə idman dəsti də onun həyatdan heç də geri qalmadığından, çoban da olsa özünə yaxşı baxdığından xəbər verirdi. Halbuki nə üçünsə qız bayaqdan əmin idi ki, içəri girərkən qarşısında üst-başı cıncındıra bələnmiş, pintiliyindən yaxın durulmayan, biraz yaxşı olan, biraz da hiss verən yaşlı bir çoban görəcək. Gənc çobanın sərraf gözü qızın burun çevirdiyini də, ancaq ona sarı döndüyündə baxışlarının dəyişdiyini də, təəccüblə üzünə baxdığını da gördü. Bütün bunların nə mənaya gəldiyini də yaxşıca anladı. O dedi, heç burnunu qırışdırma. Bələdiyyə rəisinin malikanəsinə gəlməmsən, çoban kömasına gəlmişsən. Üstəlik səni bura çağıran da olmayıb, özün gəlmişsən. Qız utandı, dedi, mən heç nə demədim axı, niyə üstümə gəlirsən? Məni utandırmaq istəyirsən? Utanırsanmı? Əlbəttə utanıram. Elə isə keç o pərdənin arxasına, sənə quru paltar verim, əynini dəyiş. Qız onun dediyi kimi elədi. Çobanın pərdənin üstündən atdığı, yəqin ki, onun özünə aid olan paltarlardan bir şalvar, bir də sviteri götürüb geyindi. Əyninə böyük gəldiyi üçün ətəkləri yerlə sürülən şalvarla, dizindən xeyli aşağı gələn sviterlə ortaya çıxdı, uzun qollarına baxdı, qımışa-qımışa çobana dedi. Gülməlidir, hə? Hə, təlxəyə bənzəyirsən, ancaq ən azından xəstələnməyəcəksən. Qız üzünü turşutdu. Bax, heç olmasa klon deyəydin. Biz kətçiyik, klon zat bilmərik, təlxək, bildiyimiz budur. Yaxşı, sən deyən olsun, bir şeyi ki, çıxardıb başqası ilə əvəz edə bilməyəcəyəm, təlxəksə təlxək. Burada tək qalırsan, ailən yoxdur, ailəm kənddədir. Mən burada növbə çəkirəm, burada buna nobat deyirlər. Yəni biz öz sürümüzü növbə ilə otarırıq, burada da növbə ilə qalırıq. Bu gecə növbə mənimdir. Çox maraqlıdır. Onda sən yəqin ki, çoban deyilsən də. Biz öz sürümüzün həm sahibiyik, həm də çobanıyıq. Bir deyim var, öz malımın həm ağasıyam, həm nökəri. İndi çox yerdə bu sistemə keçiblər. Bu sistem daha effektlidir. Həm hər şeydən xəbərin olur, həm də öz malına özün daha yaxşı baxırsan, malqaraya da canın yanır. Bəsdir sual verdin. Ocağa yaxın otur, əgər iyrənməzsənsə çay süzüm iç. Bəsdir də, nə qədər söz atmaq olar. Ekstrem şəraitdə heç nədən iyrənmirəm mən. Başıma qalxmadan çay verəcəksənsə uzatma, ver. Baxsana soyuqdan çənəmi tuta bilmirəm. Deyəsən çoban insafa gəldi. Əlindəki üstü güllü fincana çay süzüb qıza uzatdı. Al, soyutmadan iç. İçinə limon, zəncəfil, nanə, bir də bal qoymuşam. İndi sənə ancaq belə bir çay kömək edə bilər. İç özünə gəl, sonrasına baxarıq. Qız qaynar çaydan bir qurtum alıb məmnunluqla gözlərini yumdu. Oh, nə gözəl bir şeymiş bu. Çoban yatağında belə bir şeyə rast gələcəyimi heç düşünməzdim. Hər şeyə ancaq uzaqdan baxarsan, içini heç vaxt bilməzsən. Qız çaydan bir qurtum da alıb çobanın yaraşıqlı üzünə baxdı. Bu sözündə də bir qınaq hiss eləyirəm. Yanılmıram ki? Yox, yanılmırsan. O zaman nə demək istədiyini açıq söylə. Gizlənpaç oynamayaq. Belə düzgünlük tərəfdarısan? Əlbəttə, şübhəm var. Var. Nə haqla? Mən qərarımı sənin yazdığın o sifarişli məqaləyə əsasən, o məqalənin bizim kəndə, onun təmiz vicdanlı insanlarına vurduğu zərbənin böyüklüyünə əsasən verirəm. Qız əlindəki çayı yarımçıq yerə qoyub həyəcanla soruşdu. Sən nə danışırsan? Hansı məqalə? Nə zərbə? Demək, öz əməlindən heç özün də xəbərin yoxdur. İnsan da bu qədər məsuliyyətsiz olarmı? Hansı əməl? Sən nə deyirsən axı? Mən heç nə anlamıram axı. Anlamazsan da, 2 gün biri gəldiyin bu rayonda bircə dəfə kəndə getdinmi? İnsanlarla, həmin o şikayət məktubunu yazanlarla görüşdünmü? Dərdləri nə idi, bildinmi? Ancaq elə dövlət adamlarının evində düşüb qaldın.
onlarla dostluq münasibəti qurmaqla məşğul oldun. Ey, sözlərinə diqqət elə. O gecə söhbət çox uzandı. Gah yumşaldı, gah da ikisinin də ağzından çıxan hər kəlmə bir güllə qədər ağır oldu. Ürəklərini deşib keçdi. Ancaq bir şey yaxşı oldu ki, gənc çoban həyatı boyu şəhərdə yaşamış, hər istədiyinə bir düyməni basmağa nail olmağa alışmış bu qəzetçi qızın bir yandan dərsini verdi, bir yandan da çox şeyə gözlərini açdı. Qızın, sən məni nədə günahlandırırsan sualına çoban belə cavab verdi. Xanım qız, anladıq, şəhərdə yaşamağa alışmısan, ayaqqabıların palçıq üzü görməyib. Ancaq sən rayon mərkəzindən icra başçısının, bələdiyyə rəisinin evinə gedən şüşə kimi asfalt yolu da görmədinmi? O yolun bu rayonda ikincisi ya da üçüncüsü varmı? O yol boyu salınmış yaşıllığa, gülə çiçəyə niyə aldanırdın? Bu boyda rayonda o iki ünvana gedən yoldan başqa bu gözəllikdə yol gördünmü heç? Məyər bütün rayon o cür təmiz, sığal çəkilmiş durumdadırmı? Sən araşdırmacı bir jurnalistsən. Bu rayona gəldikdən sonra nəyisə araşdırdınmı? Bu rayonda neçə adam o boyda malikanədə yaşayır? Neçə adamın bir stadion boyda qarajı, o qarajda da 50-dən artıq bahalı maşınları var. Bu göstərici özü onu göstərmirmi ki, bunlar ancaq özləri üçün yaşayırlar. Hər şəraiti də ancaq özləri üçün qururlar. Bir də onu düşün ki, bu adamların maaşı sadə vətəndaşın maaşından 10 qat, lap desək ki, 20 qat artıq da olsa, ancaq hətta o pulla da bu saydıqlarıma sahib olmaq mümkün deyil. Dünyada belə bir riyaziyyat yoxdur. Məsələ isə səndə də sual doğmurmu ki, bütün bu gördüklərin hansı pulla alınır? Cavab üçün çox uzağa da getməyə ehtiyac yoxdur, ha. Get sadə kəndlinin həyat tərzinə, şəraitinə, yaşam səviyyəsinə bax, hər şeyi anlayacaqsan. Kimin ruzusu, kimin cibinə axır? Tapmacasını da asanlıqla çözə biləcəksən. Sən bircə dəfə gedib o məktubları sizə yazan insanlarla görüşdünmü? Getmədim, çünki qarşıma sanmalı bir raport, görülmüş işlərin hesabatı qoyulmuşdu. Hamısı faktlarla xərclənmiş vəsaitə əsasən təsdiqini tapırdı. O boyda kişilər yalan deməyəcəklər ki, belə olduğu halda daha kəndə getməyə nəyə ehtiyac var idi ki? Gənc adam elə əsəbləşdi ki, sanki tüstüsü təpəsindən çıxdı. Xanım qız, sənə inana bilmirəm, o boyda kişilər yalan deməzlər, eləmi? Sənin heç dünyadan xəbərin yoxdur ki, yalanı, həm də ağ yalanı elə o boyda kişilər deyirlər də. Bilirsən niyə? Çünki arxalarında duran var. Üstəlik sənin kimi ağılsızlar da onların dediklərini təsdiqləyirlər. Xahiş edirəm, təhqirə keçmə. Neyləyim? Sən dediklərinlə adamı buna vadar eləyirsən. Sən hələ də bizim necə bir dövlətdə yaşadığımızı bilmirsən, eləmi? Sən hələ də anlamırsan ki, hələ sözün düzünü dediyi halda arxasında heç mi tapmayan xalq, heç yalan deyərmi? Yalanı ancaq arxalılar, öz maraqları üçün birləşib bir-birini tutanlar deyərlər. Bu yaşa gəlmişsən, hələ də bunları bilmirsən. Sən necə qəzetçisən ki, hələ də necə bir dövlətdə yaşadığımızı da bilmirsən. Ax, sən nə demək istəyirsən? Nəyi bilmirəm mən? Biz necə bir dövlətdə yaşayırıq ki? Biz səninlə o dövlətdə yaşayırıq ki, yerlərdə kəndlərin abadlaşdırılmasına ayrılmış pullar məmurlar tərəfindən son qəpiyinə kimi yeyilir. Kəndlərə qaz çəkirik deyərək, görülmüş işlərin raportunda da qaz borularından gələn təbii qazla deyil, tüp balonlarına gələn qazı alovlandırmaqla yalan hesabat verilir. Çünki qaz boruları çəkilibsə də içi boşdur. Bu halda da utanmadan, qızarmadan dövlət aparatına məlumat verilir ki, filan kənd qazlaşdırıldı. Eləcə də su çəkilişi, eləcə də elektrik xətlərinin yenilənməsi. Elektrik dirəklərini görsən, inanarsan ki, onlar Xruşovun vaxtından qalan dirəklərdir. Onların torpaqda olan hissəsi çoxdan çürüyüb, gündə biri aşır. Köhnə elektrik məftilləri qırılır. Birinin başına, birinin evinə, birinin tövləsinə düşüb yanğın əmələ gətirir. Bu səbəbdən də kəndlərdə ya tez-tez elektrik kəsilir, ya da tez-tez yanğınlar baş verir. Bir də sadə bir şeyi anla ki, 21-ci əsrdə qazsız, susuz, işıqsız həyat olmaz. Bunlar olmadan yaşamaq mümkün deyil. Halbuki bu gün də çox yerlərdə qışda evlər odunla, qırılan meşələri yandırmaqla qızdırılır.
Sular tərkibi yoxlanmamış quyulardan çəkilir, evlərə vedrələrlə daşınır. Elektrik də dediyim kimi gündə 100 dəfə kəsilir. Çarə qalır dədə-babadan qalma kerosin lampalarına. Ola bilməz. Yaxşı mövqedir. Sən baxma, görmə və özünü aldat ki, ola bilməz. Məsələn, insanlar da sizə bunlardan yazıblar da. Sən nə elədin? Gedib onlarla görüşmək yerinə, dərdlərini də dinləmək yerinə, xalqın malını yeyib talayanlarla dost oldun. Onları haqlı çıxartdın. Onlar da bütün o şikayətçilərə bir-bir torba tikib tutturdular. İndi sənin sayəndə kəndin ən ağıllı, ən savadlı, ən aktiv gənclərin hamısı həbsdə yatır. Meydanı isə yenə də acgöz qurtlara qaldı. İndi bildin səni nədə günahlandırıram? Səni o cinayətkarlarla, o xalqın malını talayanlarla, o millətə zülm edənlərlə dost olmaqda, onların əməllərinə şərik olmaqda günahlandırıram. Sözün varsa buyur. Qız hədəqəsindən çıxmaq dərəcəsinə gələn gözlərlə heyrət içində çobanın üzünə baxdı. Çoban da onun bu donmuş halını izləyirdi ki, qızın gözlərindən yaş axmağa başladı. Yox ey, ola bilməz. Ola bilməz. Sən nə danışırsan? Mən bunları bilmirdim. Mən bunların heç birini bilmirdim. Çoban qızın həqiqətən də peşman olduğunu anladı. Ona qarşı ürəyi yumşaldı. İndi bildin də, millətin nə zülmə saldığını da anladın. İndi bir də düşün gör, o içəri tıxılmış gəncləri oradan necə qutara bilərsən? Yəqin sən də bilirsən, içəridə onlara ağır işgəncələr verilir. Onları sındırmağa çalışırlar, çox zaman da sındırırlar. Bundan sonra bunları düşün. Bu istiqamətdə bir şeylər eləyə bilərsənsə, ləngimə, hərəkətə gəl, bir şeylər eləməyə çalış. O gənclər heyifdirlər, onları oradan qurtarmaq lazımdır. İndi anladın ki, insanlar niyə səni o yağışın altında qoyurdular, niyə heç kim sənə maşın saxlamadı, niyə sənə heç kimin yazığı gəlmədi, mən deyim. Çünki sənin yazdığın bircə məqalənin sayəsində bugün kənddə hər ev dərdlidir. O məktublara imza atanların hamısı həbs edilib, həm də şər atılaraq. Düşün gör, bunları düzəltməyə, onları oradan qurtarmağa gücün çatacaqmı? Belə deyim də, mən dərhal şəhərə qayıdıram. Günü bugün redaktorumdan da, gümanım gələn hər kəsdən də yardım istəyəcəyəm. Sənə söz verirəm, mən bu səhvimi ən qısa zamanda düzəldəcəyəm. İnşallah, ancaq bir o qədər də asan olmayacaq da, biləsən. Bilirəm, ancaq mən artıq bu yoldan dönən deyiləm. Bu gedişlə də hər mövzuya, həyatın müxtəlif sahələrini hədəf alan, başqa-başqa mövqelərdən ümumi bir nəticəyə açan söhbətlərlə gecə bitdi, səhər açıldı. Qəzetçi qız özünün biraz hiss versə də artıq qurumuş paltarlarını geyindi. Çobanın qoyduğu penni çörəkdən yedi, çaydan da içib evdən çıxdı. Çobanla vidalaşarkən dediyi son sözlər belə oldu. Səndən bir xahişim var. İndi ki hər şeydən xəbərin olur, mənim bundan sonraki fəaliyyətimi də izlə. Sənə söz verirəm, tezliklə hər şeyi yoluna qoyacağam. O həbsdəki gənclərin sonuncusunu da azad etdilənə qədər başqa heç bir işlə məşğul olmayacağam. Mən bunun səhvimi düzəldəcəyəm. Yeni səhvlər buraxma, qalanında Allah köməyin olsun. Bax, yenə də söz atdın, ancaq mən daha incimirəm. Səninlə tanışlığımdan məmnun oldum. Bil ki, sənə çox minnətdaram. Çox şeyə gözümü açdın. Çox sağ ol. İnşallah bundan sonra görəcəyim işlərdə daha diqqətli olaram. Artıq dərsimi aldım. Qəzetçi qız artıq dönüb gedəcəkdi ki, gənc oğlan soruşdu. Adın nə idi sənin? Gülnar. Sənin də adını bilmək olarmı? Yalçın. Mənim də adım Yalçındır. Salamat qal, Yalçın. Yaxşı yol, Gülnar. Yağışlı bir gündə dağların arasında təsadüfən bir-birinə rast gələn bu gənclər o gün orada ayrıldılar. Hərə öz yoluna getdi. Onlara bir daha bir-birinə rast gəlmək qismət olacaqdı mı? Məlum deyildi. Ancaq Yalçın inanırdı ki, bu təsadüfi tanışlıq Gülnara özünü tanımaqda, içindəki əsl Gülnarı özü üçün kəşf etməkdə böyük rol oynamışdı. Yalçın bilmirdi ki, Gülnar verdiyi sözü tuta biləcəkdimi? Onun üzündən həbsdə olan günahsız insanları oradan qutara biləcəkdimi? Yalçın bunları bilmirdi. Yalçın bir şeyi bilirdi. Bir şeydən əmin idi ki, bundan sonra Gülnar artıq başqa Gülnar olacaqdı. Hər şeyə qarşı diqqətli, məsuliyyətli olacaqdı. Ən çətin anlarda ancaq öz vicdanının səsini eşitməyi bacaracaqdı. Bir tək bundan
Yalçın artıq əmin idi. Son. İnşallah növbəti 49-cu kitabda görüşmək ümidi ilə Allaha əmanət olun.